Bu da son. 62 sərnişin ve 5 ekipaj üzvü. Arazın otayında ayrılıq nalesini çok eşitmiştik. Bu dəfə Xəzərin otayından gelen ayrılıq xəbəri hamımızı göz yaşına boğacaqdı. Allah duaları eşidir. Hamıdan əvvəl xilas edici mələklər artıq hadisə yerindəydi. Ve yalnız 26 nəfər xilas ola biləcəkdi. Səma qurbanları, sizi hiç vaxt unutmayacağıq. Allah rəhmət eləsin. Bizim əlimizdən gələnsə sizi layiqincə torpağa, sizə mərmi atan qonşumuzu isə Allah'a tapşırmaq oldu.